Kərbəlayı Qamlı onu gəbərtdi. O kulağı kesiyle yolu açtı. Tez olun, atlanın. Geçin ota. Abbasqulu bəy kimi adam ha? Mən bilirdim axırı belə olacaq. Çıxın, çıxın. Dağılın övzə. Abbasqulu bəyi öldürdülər. Aləm qarışdı yenə bir-birinə. Kim öldürdü? Kim öldürəcək? Kim öldürəcək? Bu əzlaflar. Məcid! Məcid! Hani oturmuşsun, kişiləri öldürüblər! Ne olur? Kimi? Məcid! Abbasqulu bəygili öldürüblər! Ay, nə danışıyorsun? Ay, bu bir yana. Gəlin görəyəm! Niyə dayanmışsın? Ay Allah onların evini yıksın. Onların yerde kaldı. Əlində xəbərdarı qaçırsın! Adam öldürüblər. Abbasqulu bəyi öldürüblər! Ay Allah, onların evini yıksın! Namərtdə! ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار برحمتك يا أرحم الراحمين الله أكبر Kərbəlayı, cəmaat Abbasqulu bəyin meydin vermir. Ne deyip vermir? Deyir, özümüz dəfn eləyəcəyik. Heh, elə bu qalmışdı ki, bəyi rəiyyət dəfn eləsin. Özüyle 5-6 nəfər silahlı adam götür, meydi buraya yatır. Kimi aparım Kərbəlayı? Yani kimi? Cəmaat dağılıb Kərbəlayı. Tək qalmışıq. Hamı Abbasqulu bəyin dəfnindədir.